Salamlar dostlar, hər vaxtınız xeyir olsun. Videonu bu şəkildə açmaq istəyirəm ki, ötən səfərki vlogda saçlarımı çox da bəyənməkdi və saçımın rəngini dəyişdiniz. Mən də getdim saçımın rəngini dəyişdim. Nətərdir? Vur deyəndə öldürənlərdənəm deyəsin. Sarabat Viqrəqə ötən videoda, bundan bir neçə öncə videoda təbii ki danışmışım da, amma ötən videoda sırf saça aid heç bir şey danışmamışam da. Saçdan başqa daha fərqli suallar vermişəm sizə ki, bu belə olsa nətər olar, bu sizcə nətərdir deyə. O barədə heç kim heç nə yazmayıbdı, inanın ki, özüm şokdayım. Hamı, yəni bütün suallarım, bütün hər şey qıraqda qaldı, bütün söhbət qıraqda qaldı. Vlogda ancaq mən saçımdan söhbətçiyim. Ona görə dedim ki, sizi bu vlogda biraz xoşbəxt edeyim. Əminəm ki, çox xoşbəxt oldunuz hal-hazırda belə şey saçlarımı görüb. Nətərdir? Bu da bəyənməsəniz keyifli vaxtdan bir də görürsünüz, nə bilim. Mavi rəngdən xoşum gəlir, mavi eləyə bilərəm. Qırmızıya çox da yatkın deyiləm, amma o da ola bilər deyə bəyənməsəniz. Bilmirəm, baxası yox artıq bundan sonraki etaplara da görürəm ki, xoşunuza gəlmir, nə qarası. Dəyişi saçım əlimdə qalana qədər. Ağırda saçım əlimizdə qalmışsa nə var ki? Hər neysə. Bir neçə gündə gözlərinizi bu şəkildə mazol eləmək istəyirəm sizin və bugün sizlə vlog paylaşacağım, amma vloga keçmədən öncə sizə demək istəyirəm ki, xahiş edirəm. Bilirəm, axıra qədər izləyənlər var. Təbii ki, düz başda sıxılıb bağlayanlar da var. O da gerçək. Bundan az qırırdı. Amma sona qədər izləyənlər də var və bu sona qədər izləyənlərə onu demək istəyirəm ki, xahiş edirəm ki, mən verdiğim o büyük suallara da cevap verin de ne olacak? O kadar sual verim, hamısı cevapsız kalır. Gözləyəcəyim o şimdi cevaplar uzun, fikirlər uzun. Yine de çok danışmayayım, gəlin keçək vloga. Biz de öyle ha, sıramız. Biraz arkalarını geçəkləməmişəm, düzdür ama da. O bizimdən yaxşı şey olsa biz. Neyse, getdik. İnanın ki, bir gülə gündən üç dəfə baxmaq olarsa o qədər gəlib baxıram. Güya səhərdən axşama, səhərdən bir saat sonraya nəsə dəyişiləsidir. Abi güllərimi qunutduyıq da buna. Abi nərdəyə gətirən güldü, səhv eləmirəmsə. Şəki gülü də oxşayım, belə deyim. Səbirsizliklə abone görmüşəm ki, balaca qunutduyıq da açıqdır. O bir tərəfdə də qunutlayanlar var da, hələ xırda-xırdadılar deyə belə qızaran yerlər görsənmir. Amma bu ucu görsənir deyə ötüb keçib gəlib baxıram ki, açdın sən. Güldə bezitdi məndən. Gerçeğim məndən Allah. O şimdi görək, xay bax, açırdı, mən ürəyim patladı Allah haqqı. Abi çöldə bayıda gül gördüksə dilxor olam ki, hamı güllər açıqdı. Bir dənə mənim həyatımda gül yoxdur. O gülləri açmışdı əslində bir ay bundan əvvəl. Onlar da sən demək elə azca açıb sonra tökülürlərmiş. Akazvıçka. Heç də gözləyirəm səbirsiz. Görək hava açasında sizə mütləq təşrif paylaşasıyım. Fantanımı da düzdüm qoşdum, içərisində daşlar əlavə elədim və 3 dənə 2 daş qoymuşam alt hissədən. Çünki daş 20 kilo almışam, inanın ki, o da ağ daşları. Amma yenə də az oldu, gördüyünüz kimi. Tam üzə çıxmayıqdı, mən istəyəm üzə çıxsın, bir də aldım, bilmirəm, düşünürəm. Bir də bunun kənarına mı deyim, ortasına mı deyim, bölünə mi deyim, bir şey əlavə eləmək istəyirəm. Belə, əslində sərçələrə baxdım, quşlar belə metaldan olan ağır bir şey qoymaq istəyirəm. Və istəyirəm ki, belə uzun bir şey olsun ki, alt tərəfin içərisinə daşların arasına qoyum. Özü də düz bir şəkildə dursun orada, su da dəyəndə xarab olmasın. Ona görə taxta alanmaram, taxta formalar var idi. Amma metal formaların bu üzü, gözü, qaşı olanlar yox idi. Yəni üz çizgiləri çəkilmiş bir quş şəkli yox idi. Ona görə xoşuma gələn bir şey olmadı deyə hələ ki axtarıram. Tapmamışam, bilmirəm. Nağarım. Fikirləşirəm ki, belə tək-tək belə metaldan balaca satılır da alıb bu kənar hissələrinə mi yapışdırsam özüm kleylə. Amma sonra fikirləşirəm ki, kley bu çöldə qalandan sonra qopası da qırılası içdə bir düşəsidir, mən hissənəsiyəm. Ona görə də hələ ki fikirləşirəm. Bir dənə də əslində tapmışdım da uzunluğundan. O da baxdım ki, çox yüngüldür. Aşağı bilmə, bir balaca külək olsa bizim burada əməli başda külək o, Bakı küləyinə bənzər. Moskvada da küləyi elədir yəni. Düşündüm ki, külək olsa bir dənə aşağısıdır. Yenə qırıla bilmə ehtimalı var. Ona görə dediyim kimi hələ ki fikirləşirəm, hələ ki axtarıram. Mağazaya falan getmirəm düzü, internetdə axtarıram. Mağazaya geyəndə olsa mağazada heç də tapmaq olmur.
görüm nəsə tapa biləm və yaxud sizin hər hansı bir ideyaz varsa buna aid deyə bilərsiniz. Bu arada mən fikirləşdim ki, buranın daha biraz fərqli şəkildəyim. Çünki bizim burada yer qaldı. Batutu bu tərəfə qoymuşam deyə. O çünki batutun içində yatmışıq, ədyalı salmışıq. Yatmışam daha doğrusu aynı anda qoltuğuma vurub. O şimdi batut bu tərəfdə stol, bu tərəfdə buralara dəymirəm. Bu orta hissə biraz çox boş qaldı deyə düşündüm ki, ortadan belə yumru daşlarla yox, kərpiçlərlə yumru formaya gətirib, orta hissəsinə onu qoyub, biraz bir neçə böyük bir daş əlavə eləyib, orta hissəsinə həmin daşların üstünə bunu qoyub, yan hissələrini də gül çiçək eləyərəm deyə və işıqlar təbii ki. Belə bir ideya gəldi ağlıma. Amma o ideyanı eləməkdən ötürü mənə pünhan lazımdır. Pünhan da gördüyünüz kimi yoxdur. Tapamırıq pünhanı. Yəni neçə aylardır üzünü görmürəm. Üzünü görə bilənə şükür. O şimdi mağazaya daş alaq, bunu alaq eləyəmirik. Ona görə də belə hələ ki fikir olaraq qalır. Amma elə bir ideyam var. Görək pünhan ha vaxt əlimə düşür. Əlimə düşən kimi yəni necəyib o şeylərə aldırmaq fikrim var. Bir şeyler almaq istəyirəm çünki ürəyim patlayır, hava istidir, qəşəng günəş var. Düzdür, bizdə hal-hazırda 22-23 dərəcədə hava, amma inanın ki yandırır adamı. Bizim 23 dərəcəmiz Azərbaycanın 35 dərəcəsinə, 37 dərəcəsinə bərabər təsəvvürünüzə gətirin. Və görüyorsunuz şimdi güneş var deyə qəşəng fantanım da işləyir. Güneş olmayanda işləmir. Balaca kölcə düşsün, işləmir də. Ona görə və güneş olandan ona təpəmə gün döyə-döyə çıxıb altında buna baxıram. Arsız. Bu arada altımı da bəlkitmişəm bir dənə. Oradan bilmirəm görsəniz yoxsa yox. Dəmir var idi. Altını bəlkitdim ki, daşların arasına keçirdim ki, o tərəfə getməsin. Çünki qıraqları gəldikcə bu su buradan qırağa tökülür və içərisindəki su azalır. Ona görə də ortaya bəlkitdim şeylə ortada dursun. Belə ideyalarım nətədir sizcə? Və yaxud ortaya bizim burada həm su var, həm də bir alov əlavə eləyən bir qab, nə deyirlər ona bilmirəm, inanın ki, elə bir şeyimiz var. O bir tərəfdə göstərəməyəsiyəm. Onu da gətirmək fikrim var. Bilmirəm, ortaya un qoyum, bunu qoyum. Əslində qalmış olsa ideyalarım çoxdur. Hamısına yetdik yerim yoxdur. Pünhan da deyir ki, hər yeri zayıləmə qoy balacaq, yaşıllıq qalsın. Amma nə bilim, görək nə qar o. Siz də yazın, görək nə qarmaq olar. Fikirlərinizi gözləyəsiyəm, dostlar, kömək edeyim mənə. Düşmüşkən sizə nəyi göstərəm? Bu qapımızı bilməm göstərmişəm sizə yoxsa yox. Biz burada belə bir yer hazırlatdırmışıq. Burasında qapıdır. Hələ ki tam hazır deyil gördüyünüz kimi. Əyriliklər, üyüklər var. Bir də bu üstünü bəyənməmişik. Pünhana deyim ki, niyə ağ ələklərə bura? Deyim, mən seçmişəm ağı. Deyim, niyə ağ seçsin? Deyim, ora uyğun. Deyim, heç olmasa ha bu rəngdə olardı. Ha bu niyə hərəsi bir rəngdə oldu? Qəşəngdə olur, yenə bu rəngdə olsa biləsən. O şimdi bu bir də söktürtdürmək fikrim var mənim. Pünhanın bundan hələ xəbəri yoxdur, amma mənim var. O şimdi bu üstü söküləsidir, ağ olmayasıdır, bu rəng olasıdır inşallah. Və burada belə Pünhanın ətə, indi bu qapımı açamayasam çünki altdan bağlandı. Pünhanın ət daşlarını yığmaqdan ötürü belə bir yer hazırlamışıq. Əslində çox geniş bir yer deyil, amma inanın ki, o qədər hər şey sığıtdır. Yəni sözünə silmənin ağzına gördüyünüz kimi işlətmədiyimiz vedrələr, nə bilim, ot biçənlər, hər şey ofşim, ağlınıza gələ biləcək hər şey. Boilerimiz əməlli başlı boşaltdı, evin içi əməlli başlı fərahlandı və 3-cü mərtəbəyə qalxanda yuxarıda bir yer var idi. Pünhan və şuşlarını oraya yığmışdı. Onu demişdi ki, gələn ilin avqustuna, ötən il demişdi, gələn ilin avqustuna qədər yığışdırasıyam orada. Bir ora qalxmamışam. Baxım ki, oradakılar da bura düşüşdü mü, yoxsa yox. Amma boilerimiz əməlli başlı daha əvvəl doğal qazan idi də. İndi görürsən ki, hə, yox, otaq eymiş adam balası kimi. Aşım çox qəşəng ideyadır. İşığı da, burada işıq yox idi deyə güneş enerjisi ilə işləyən işıqlar, lampaları atdı Pünhan və belə bağlıysan durur. Məsələn, uşaqların indi velosipedləri falan hələ ki buradadır. Nəmin sabakatları zadı buradadır. Sürürlər eləyirlər deyə. Amma məsələn, deyək ki, qış oldu, onlar da götürüb ora əlavə eləyəsiyəm, qoyasıyəm. Onlar da sığışasıdır, hamısı dünən yoxlamışam. Belə, həm də mamın səsini eşitən belə qonaq cəhətdir. Ayda ilə danışır, xoş gəldin. Mən də belə bağlayırıq ki, orada bir heç nə yoxdur. Prost bir üstü dəyişilsə, dediyim kimi daha qəşəng yol astı.
Cürəxov. Mən əslində heç bu rəngi də istəmirdim. Mən ona demişdim ki, bu rəngdə olsun. Hər yer mənə qulaq asmadı. Bir havama bir üzü o rəngdədir. Всё. Qalan hər yer, nə bilim, hələ qarma qarışıq. Amma o dəyişdirəsi yox inşallah. Birliyi. Dostlar, mən uşaqlarımı qoyub gəlmişəm, gəlib görəmişəm də nə? Cüs. Özdə şey cüsü. Yəni mən cüs bişirəndə adətən xaltura eləyirəm. Nədir, xəmiri alınan xəmirdən eləyirəm. İntisar xanım bu da özü açır. Sağ olsun. Minnətdar olun İntisar xanım. Nuş olsun. Bir də xəmirimiz qaldı. İntisar xanım deyir ki, sən fəsəlli açasıyım. Hamdan eləyəcəm. Mən onu heç eləyəmirəm. Ötən səfər bir dəfə elədim, eləyəmədim. Nə tə olur bilmədim. Eləyərəm görəsən. Elə görək bizə də öyrət. Mənə çox xoşuma gəlir fəsəlli. Başqa rayonlarda da var şu fəsəlli. Bilmirəm. Zaqatala zonalarında var mən bilən. Zaqatalada, ha. Görək indi saxlayamayasın, göstərəcəm sizə də. Salsansa biraz çox eləyirsən də, biz az salır. Ayda dayanı üçün çəkib. Qışla yiyirlər. Dəfəran, sarı kök. Şişliş toxumu. Az qoşsana. Dadı qəşəng olsun. Teatr style. Peso var tabii, peso var. Ha, al qabağa qoy, sən Allah, get. Pesok töksən. Ya, ay dəhi. Ya, sarı kök. Ha, pesok yiyiləndə tökülür, ha? Ha, pesoğu. Pişəndən sonra? Ha, bak, aman çek. Elədir, təmir yağdı. Ciyə ora. Xəmiri nazik yayıb üstünə bu qarışdırdığımızı tökürük. Telefonuma baklama bilmiyoruz. Hər tərəfindən yayırıq. Səsləndirməni mən eləyirəm. Çəkiliş işi İntisar xanım gör. Çəkiliş mənlikdir. Onda qat deyirsən. Deyirik. Ha, turmuşqamızı sarı kök oldu deyib öldürəcəkdir. Ha, Hələ orası da. getməsə ləkə düşsə füsü də. Bax, bunu belə. Bir də bişirməyəsən. Ha, bunu belə aldım, belə. Hoppa. Batdı mənə də tumba. Ha, belə. Oldu mu? Bunu bir dənə belə yayırsan. Nə var, bunu bir dənə taxtada yayaq, oducaq tutmuşqan batdı. Da, yay batırmışsan üstə. Da işdən keçsin. Zırtığını belə. Aldım, Nazik koydum aldı, yaydıq. Götürüb qızan tabiyə qoyuruq. Всё, qızır, pişir, çöyürsən ha, всё. tabiyə. Pes oxuyub yiysən. O bizi pişdi, çöydü o bizi. İndi yes yox. Mən bu fəsəldən çox xoşum gəlir, amma heç bişləndə öyle. Çünki bu an bişlən kimi alınmır. Ötən səfər bazara getmişik Gülhanla. Əvvəl gəzmişik deyə acımışıq. Gülhan deyir ki, gəl quta balaq yeyək, fələşqalaq yeyək, alıb yemişik. Gülhan deyir, nətər deyəm, yox Əvvəl deyəm, anam yox idi ha burada. Abların dadı xoş gəlirdi. Anamın yeməklərini görəndən sonra xoşuma gəlmədi. Nə quta xoşuma gəlmədi, nə fələşqə xoşuma gəlmədi. Şimdi mən ana yeməği yiyəm deyə hər yeməği bəyənmirəm o dostlar. Qudurmuşam. Qudurmuşam 2 həftədir. Məhlə qaqaşlarına oxşayırsan, xəbərin var? Həyətdə o hər yerlərin batıra-batıra gəzirlər, axşam saat 12-də gəlir. Həbə qapı-qara gəlirlər. Böyle çalla. Ay buna şirin deyən, ay buna sakit deyən, görün siz bunu. O yamandır, bizim başımıza oynatır. Böyle çallaq. Nəysə, fəsəllimiz hazırdır. İndi yes yox, pesok tökür. Aydıdan qorxuram ki, pesok əlimə alan kimi cumur üstümüzə. Babasının çayını da aldı, içdi əlindən görsən. Qoymadı ki, çay içsin. Arada tel olmuş. Tel. Yağı çok olunda bak peşinde. Gəlir. Az yeri də. Bura töksün. Tökür, o tökməz. Tökər heç. Öz çayına tökür, görmüsən? Şirin çay öyrənət nənə babasından yemək. Açsan. Açsan deyim ha. Allah elə də bu da.
Qaynar önüzdə. Vallahi elə dadı da. Yumuşaqdır içərisi. Üçlü xıç-xıç. Yandı əlim. Nə gördün hə? Az qoy yiyək də. Şuyuk ver. Canlı demişim. Perfetto. Будешь? Горячо дома soysun sonra yiyeceğim. Ben öyle yana yana yiyeceğim vallahi da. Allah kaçıram çünkü işim var. Teşekkür sağ olun İnsan Hanım. Minnettarım. Bir dənə söhbət var idi ki, qarın qardaşlarına vaxtı. Bir dənə də ona ait misal var idi, yadıma düşmürdü hal-hazırda. O diye, bu diyesi oldu. Şimdi biz o cinsi gördük, əl açması cinsi. Yəni o cinsi görəndən sonra heç mənim ağlıma gəlmədi ki, mən götürüm vlog çəkim ki, ay bizim cinsimiz belə oldu. Ay bizim qaşığımıza neçə dənə cins yerləşdi zaten. İnanın ki, heç yadıma düşmədiniz. Xətrinizə dəyməsin. Biz ki, mən həmişə da sizə doğrular demişəm, yalandan nəysə deyən adam deyiləm. Yəni sözünə sınmazsa heç yadıma da düşmədiniz. Yeməği görüb, cinsi görüb. Qəşəng 30 dərəcə istidə oturdu, öyle. İstiden öyle. Cinsimiz iyiydi ama qəşəngiydi. Dərs də olmaz. O bizi çəkib koydum hele o bəsdir bence. Bu sefer bağışlayasınız da. Dediyim kimi, yani ana yeməklərini görmüşəm, ana yeməğinin dadına baxıram da, o heç nə, həblə şey yoxdur ki, bunu çəkim paylaşım. Yani paylaşsam ya o dadı sizə ötürə bilməyəsim. Bir də özüm də bişirəm, eləyirəm arasında nəsə sizdən paylaşıram. O belə dadını deyirəm, belədir. Amma ana yeməğin dadı izahı olmur. Özünüz də yaxşı bilirsiniz. Belə. Güllərim açdı dostlar. Bir gün sonra o kadar tanışdım ki. Bir dənə qoxu var Allah haqqı. Əsl oxut gülüdür yəni. Çaya atılası güllərdəndir. İndi hayfım gəlir yonub çaya atmağa inanınca. Amma elə şey iyisi var. Elə qəşəng iyisi var. Gör nə gözəldir. Ya Allah. Az idi priyaçsa. İdi priyaçsa ida. Все. Aydan da taktı ha, Aydan taktı. Stop. Ne baba? İyi be. Ne trikatası. Geldik götürdüm. Güzel baba güzel. Смотри, видишь? У папы, у папы. Иди у папы читай. Ölür o. Pusuram pusur ne var mı şey pusur. Gel Özkan gel. Oradaki bütün hamı baxılığını açır. Cidden şöyle geleyim gösterdi. Az hara getdin? Esra. Sən də göstərmə də. Nasıl var? Niye yaptın aslanın yemekçi? Bak duyar düşüyorsun. Ağzı Şu askerini bir git da. Leyak yalın. Öldü lan nəfəs kəsildi qaçmaqdan. Vıy. Qəşəng hava var. Qəşəng gün batımı var o tərəfdə. Biz də evin üstünə çıxası çıxmışıq qaldı. Otur qaraçılar kimi. Həyatda. Özümüzün həyatı yoxdur da deyirlər biz niyə otururuq özdə? Yolun qırağında. Qışlaqlı ki, qışlaqlı.
А, ты что? На, бегай вверх.